Minik avtomobillərində qabaq oturacaqda neçə yaşadakı uşaqlar otura bilər və xüsusi oturacaqlar hansı halda və harada olmalıdır? Xüsusi oturacaq olmadan oturarsa cərimə nə qədərdir? Minik avtomobillərinin qabaq sərnişin yerində yalnız 12 yaşı tamam olmuş şəxslər əyləşə bilərlər. 12 yaşına qədər uşaqlar nə tək, nə də böyüklərlə bir yerdə həmin oturacaqlarda xüsusi oturacaq olmadan əyləşə bilməzdirlər. Hətta xüsusi oturacaq olsa da belə təbii ki, həmin uşaqlar orada tək oturmalıdırlar. Yəni, böyüklərlə bir yerdə yox. Xüsusi oturacaqlardan minik avtomobillərinin göründüyü kimi qabaq sərnişin yerində istifadə məcburidir. Əgər 12 yaşına qədər uşaq daşınacaqsa, arxa oturacaqlarda isə hələ ki məcburi deyil. Amma biz tövsiyə edirik ki, arxa oturacaqlarda da bu oturacaqlardan istifadə etsinlər. Əgər sürücü qabaq oturacaqda xüsusi qurğu olmadan 12 yaşına dək uşağı daşıyarsa, ona görə 60 manat cərimə və 3 cərimə balı tətbiq olunacaq.